Hər vaxtınız xeyir. Demək, bu izə Konstitusiyamızın ikinci fəsli olan dövlətin əsaslarından bəhs edəcək. Qeyd edeyim ki, məsələn, birinci bölməmiz xalq hakimiyyəti və dövlətin əsasları olmaqla iki fəsildən ibarət idi. İlk fəsilimizin video izahını qeyd etmişik, yəni yerləşdirmişik daha doğrusu YouTube-da. Bu isə ikinci fəsildir. Burada artıq dövlətin əsaslarından bəhs olunur. Burada bilirsiniz necədir, sırf məsələn, fundamental olaraq dövlətin hüquqi, siyasi, iqtisadi, ideoloji əsasları haqqında bəhs olunur. Hansı ki, bu fundamental müddəalar hesab olunur və məsələn, dövlət idarə olunmasındadır, dövlətin öhdəlikləridir, məsələn, idarə etmədə dövlət başçısı kimdir, yəni hansı əsaslar varsa, belə deyək, məsələn, insan və vətəndaş hüquq və azadlıqlarının öhdəliyi ilə bağlı təmin edən dövlət barəsində burada bəhs olunur. İstər iqtisadi, istər sosial öhdəliklərdən bəhs olunur. Yəni rəmzlərimizdən, paytaxtımızdan, pul vahidimizdən sırf dövlətin təməlini nə təşkil edirsə, yəni təməli ilə bağlı hansı əsaslar varsa, onlardan bəhs edən maddələrdir və maddələrin tərkibində müddəalar qeyd olunub. Belə. Və daha növbəti bir fəslimiz və ikinci bölmə olaraq da başlayırıq insan və vətəndaş hüquq və azadlıqlarından. Hələlik isə biz ikinci fəslə davam edək. Demək, ikinci fəslin ilk maddəsi, 7-ci maddəmiz idi, Azərbaycan dövləti idi. Gərək Azərbaycan dövləti idarəetmə formasına görə respublikadır. Yəni, biz dövlət olaraq bir əraziyik, lakin idarəetmə formamız respublikadır. Yəni, məsələn, tutaq ki, Birləşmiş Krallıq, İngiltərə krallıq idarəetmə formasıdır. Misal olaraq, məsələn, Rusiya federativdir və başqa-başqa idarəetmə formaları var. Bizdə də idarəetmə forması respublikadır. Ancaq biz necə respublikayıq? Hansı ki, demokratik, hüquqi, dünyəvi və unitar respublikayıq. Yaxşı, Azərbaycan Respublikasında dövlət hakimiyyəti necə həyata keçirilirdi? Bir qayda olaraq daxili məsələlərdə yalnız hüquqla idi. Xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşırdı. Bu o deməkdir ki, yəni biz Azərbaycan Respublikasının dövlət olaraq bir hakimiyyət hüquqdan kənara bir tətbiq ola bilməz, yəni hakimiyyətdə. Və əlavə olaraq da xarici olaraq, məsələn, hər hansısa bir addım atırıqsa, hər hansısa bir tədbirlər görürsə, bu artıq bizim tərəfdar çıxdığımız beynəlxalq müqavilələrlə nəzərdə tutulur, yəni məhdudlaşırdı. Bundan haşiyə çıxacaq, əks olacaq, kənar çıxacaq bir addımlar ata bilmərik. Bu belə. Biz yəni ona görə biz tərəfdar çıxdığımız hansı müqavilələr varsa, onları təhlil edirik və ondan sonra onlara tərəfdar oluruq. Və gələk digər müddəasına, üçüncü müddəasında deyir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Bəzən deyirlər qurur formasında atılır cümlədə hakimiyyətin bölünməsi prinsipi əsasında. Burada söz oyunu sala bilirlər, hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil olunurdu. Azərbaycan Respublikasında dövlət hakimiyyəti. Qanunverici hakimiyyəti müvafiq olaraq Milli Məclis həyata keçirirdi. İcra hakimiyyəti prezidentə mənsub idi. Baxın, burada mənsubluq bölməsi diqqətli olun. Prezidentə mənsubdur, məxsus deyil. Həyata keçirən yuxarı icra orqanı olaraq prezidentin Nazirlər Kabineti idi. Məhkəmə hakimiyyətini həyata keçirən məhkəmələr idi. Bu arada görəcəksiniz, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin edəndə prezident özü idi. Konstitusiya müddəalarına əsasən bunlar, yəni qanunvericilikdir, icradır, məhkəmədir, yəni qanunverici hakimiyyəti həyata keçirən Milli Məclis idi, icra hakimiyyəti prezidentə mənsub idi, baş yuxarı icra orqanı olaraq da Nazirlər Kabineti idi və məhkəmə hakimiyyəti də həyata keçirən məhkəmələr idi. Onlar qarşılıqlı fəaliyyət göstərirlər uşaqlar və öz səlahiyyətləri çərçivəsində də müstəqillər. Bir də qeyd edim ki, məsələn, hansısa bir
belə deyək də, Milli Məclisin hər hansı bir qəbul etdiyi akt, qanun və yaxud da qərar layihəsi, istər prezidentin qəbul etdiyi fərman və yaxud da ki, sərəncam layihəsi və yaxud da Nazirlər Komiteti qərar və sərəncamları yuxarı məhkəmələrin qəbul etdiyi hər hansı bir qətnamələr, üzr istəyirəm. Bunlar bir-birlə belə deyək də zidd olmamalıdır. Bu uyğunluğun yoxlanılması ilə də bağlı, maddə 130-la və 149-la bağlı da ətraflı video izah çəkilib. Onu da izləyərsiniz. Yəni burada da öz əksini tapır, amma həmin o 130 və sorğu göndərilmə və uyğunluğun yoxlanması ilə bağlı, yəni 149-cu maddələr istinad olaraq baxın, əsas fundamental maddəsi sırf maddə 7-dir. Bu belə. Keçək dövlət başçısı, Azərbaycan dövlətinin başçısı, biz idarəetmə forması olaraq respublika olduğumuza görə Azərbaycan Respublikasının prezidentidir. Bəs prezident olaraq hansı öhdəlikləri var? Azərbaycan Respublikası prezidenti daxildə və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Yəni hansı bir ölkəyə səfər edirsə, o bizim adımızdan gedir. Təmsilçi olaraq gedir həmin ölkələrə. Və yaxud ki, daxildə də həmçinin nəsə fikir bildirirsə, nəsə danışırsa, məsələn, seçdiyi səlahiyyətli nümayəndələrdən ən başda prezident olmaqla deputatlar və prezidentlər, onlar bizim adımızdan danışırlar, bizim adımızdan müraciət edirlər, bizi təmsil edirlər. Məsələn, Azərbaycan Respublikası desə ki, nəyə təcəssüm etdirir və nəyə təmin edir? Birbaşa olaraq yadınızda qalsın ki, xalqın vahidliyini təcəssüm etdirir və dövlətçiliyin varisliyini təmin edirdi. Nələrin təminatçısıdır? Birincisi müstəqillik, ikinci ərazi bütövlüyü və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin riayət olunması. Əlavə olaraq dördüncüsü də məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Bax, bunları əzbər yadda saxlayın, çünki qəbula son vaxtlar çox müraciət olunur, yəni bu maddə ilə bağlı. Dönə-dönə, təkrar-təkrar izləyin videonu, vəsaitdən oxuyursunuzsa, vəsaitdən dönə-dönə təkrar, müxtəlif şəkildə formalarda özünüzün sual verməklə yadda saxlayın. Silahlı qüvvələr. Silahlı qüvvələri çox vaxt, belə deyək də, elə yadda saxlayırıq ki, bəzi tələbələrdən gedir söhbət təbii ki, silahlı qüvvələr sadəcə ordudan ibarətdir, məsələn, milli ordudan. Xeyr. Silahlı qüvvələr ümumiyyətlə, yadınızda qalsın ki, ordu, yəni Azərbaycan ordusu və başqa silahlı birləşmələrdə ibarət. Məsələn, burada ya polis də var, ya başqa-başqa qurumlar da var. Onlar da daxil olmaqla silahlı birləşmələrin hamısı silahlı qüvvələrin tərkib hissəsidir. Yaxşı, biz Azərbaycan Respublikası olaraq, baxın, dövlət deyil, respublika olaraq öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə, baxın, burada kodu əsasən, mən kodlara müraciət etməyi xoşlanıram. Çünki bunu ekspertlərdə bəzən müsahibə vərəqəsində də diqqət yetirirlər. Kodlaşdırmaya müsbət hal kimi baxmırlar. Ona görə də mən sevirəm ki, savadlı şəkildə öyrənəsiniz. Yəni, mən tələbələrimə də deyirəm ki, savadlı kadr formasında yetişin. Qanunvericiliyi hər hansı bir kodlaşdırmalarda öyrənməyin. Cümləniz də elə bir formada çıxsın ki, ağzınızdan. Həqiqətən siz o qanunvericiliyi bilirsiniz. Hissini yaradasınız ekspertlər. Mən testə hazırlayanda da tələbənin diksiyasına fikir verirəm ki, o tələbə həqiqətən onu anlayır, dərk edir, mənimsəyir və mənə fikrini çatdırır. Amma kodlaşdırmana tərəfdar deyiləm. Amma kodlaşdırma istəyirsiniz sadəcə test mərhələsi üçün qeyd edib ki, təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə silahlı qüvvələr yaradırdı. Silahlı qüvvələrin tərkib hissəsini qeyd etdim. Yaxşı, biz müharibəni rədd edirik. Təbii ki, məsələn, 2-ci Qarabağ müharibəsində də dəfələrlə biz deyirik ki, məsələn, biz müharibə Ermənistan Respublikası tərəfindən başladılmışdır. Bunu, belə deyək də, haqlı tərəfdən əlavə olaraq da, yəni, təbii ki, biz həqiqəti bildiririk. Bundan əlavə olaraq da bizim, çünki konstitusiyamıza ziddir də, biz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələr həlli üçün ki, müharibəni rədd edirik. Yəni, biz müharibəni rədd elədiyimizə görə bizim konstitusiyamıza zidd olacağını, belə deyək də, nəzərə alarıq. Biz heç o müharibə başlamarıq və başlamayacağımızda, yəni konstitusiyada öz əksini tapır. Bu belə. Ona görə də
kimsə iddia etdikdə də Konstitusiyamızın bu maddəsini istinad göstərmək lazımdır ki, bəli, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyi qəsdən, təbii ki, onların müstəqilliyi deyildi. Onlar bizim ərazi bütövlüyümüzü pozublar. Ancaq istənilən halda beynəlxalq münaqişələrimizlə bağlı da deyək ki, ərazi bütövlüyüdür, başqa dövlətlərin müstəqilliyidir. Bunlarla bağlı da müharibəni rədd edirdi. İstənilən halda biz suveren bir ölkəyik, ona görə də müharibəni rədd edirik, hansı ki, növbəti əsas, daha bir əsasda maddə 9 silahlı qüvvələr maddəsidir. Azərbaycan Respublikasının prezidenti eyni zamanda silahlı qüvvələrin ali baş komandanıdır. Desəz ki, hə, doğrudandır, yəni burada nə var ki, hə də ali baş komandandır. Uşaqlar, yadınızda saxlayın ki, bu bizdə belədir də. Məsələn, başqa bir dövlətdə ali baş komandan başqa bir şəxs olur. Amma bizim ölkəmizdə, Azərbaycan Respublikasında prezident həm də ali baş komandandır. Yəni bunun məsuliyyəti daha artıqdır, öhdəliyi daha artıqdır ki, həm də həm prezident, həm də komandandır, ali baş komandandır. Yəni müsbət tərəfdə də əlavə olaraq prezident öz üzərinə daha çox öhdəlik götürür, məsuliyyət götürür, səlahiyyət tərəfini düşünməkdəkcə. Həm də bunun öhdəliyi və məsuliyyəti daha çoxdur bizdə. Deməli, beynəlxalq münasibətləri prinsiplərinə baxaq. Deməli, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini dedikdə, məsələn, tərkdən çıxdığımız beynəlxalq müqavilələr formasında qeyd edilir. Xeyr, hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulur. Yəni ki, başqa bir dövlətlə münasibətimizi qururuqsa, bu bütün ölkələrin qəbul elədiyi beynəlxalq hüquq normalları var. Biz də həmin o hüquq normalar prinsiplərinə uyğun olaraq başqa dövlətlərlə münasibətlərimizi qururuq. Belə. Ərazi. Ərazimiz bir qayda olaraq vahiddir, toxunulmazdır və bölünməzdir. Yaxşı, ərazimizin tərkib hissəsi hansı hissələrdə ibarətdir? Birincisi, daxili suları. İkincisi, Xəzər dənizi, yəni Xəzər gölünün Azərbaycan Respublikasına mənsub olan bölməsi və Azərbaycan Respublikası üzərindəki hava məkanı. Baxın, Azərbaycan Respublikası ərazisi, məsələn, quru ərazisi bu formada salmırlar. Tərkib hissələrinə daxildir, deməli, daxili sular Xəzər dənizinin Azərbaycan Respublikası mənsub olan bölməsidir və Azərbaycan Respublikası üzərində hava məkanı. Bu belə, quru ərazisi falan bəzən atırlar suallara, deyirsiniz ki, hədə məntiqi var. Xeyr, məntiqi olsa belə cümlə formasında, yəni konstitusiyada bu formada qeyd olunmayıb. Ərazi özgərlikləşdirilə bilər? Xeyr, özgərlikləşdirilə bilməz. Yaxşı, sərhədləri dəyişə bilər. Biz, məsələn, öz ərazimizin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermirik. Amma dövlət sərhədləri dəyişdirilməsi, baxın, maddə 3-də referendumla həll olunan məsələlər, referendumla həll oluna bilən məsələlər, yalnız referendumla həll olunan məsələlər var idi ki, və həll olunmayan məsələlər var idi ki, öz əksini tapmışdı. Bu ərazi maddəsi də, maddə 11-də həmin maddəyə haradasa istinaddır. Deyir ki, bu maddədə yalnız Azərbaycan Respublikası Milli Məclisi qərarı ilə, yəni bu demək deyil, Milli Məclis qərar qəbul edir ki, dövlət sərhəddi keçirilsin, dəyişdirilsin. Milli Məclis qərar verir ki, 63 səs çoxluğuyla qərar şəklində həll etdiyi məsələlərdə var bu. Qərar verir ki, referendum keçirilsin. Və bütün əhali arasında referendum keçirilir ki, dövlət sərhədləri dəyişdirilsin. Və Azərbaycan xalqının iradəsi əsasında təbii ki, baxın, referendum iki formada qeyd olunub, Milli Məclisin həll etdiyi məsələlərdə və ümumi qaydalarda qanun və qərar müvafiq olaraq qeyd edilir. Həll etdiyi məsələdə 5 dənə 63 qanunu bilirik. Ümumi qaydalarda 83 qanunlardan biri də referendumdur. Yəni, referendum o demək deyil, referendum keçirilməsi. Referendum, yəni bir akt olaraq mövcudluğu ilə bağlı. Məsələn, dövlət qulluğu haqqında qanun 63 səs çoxluğuyla qanun şəklində qəbul edilir. Yəni, onun bir akt olaraq mövcudluğu 63 səs çoxluğu Milli Məclis tərəfindən qəbul olunan qanun layihəsidir. Referendumda 83 səs çoxluğuyla qəbul olunan qanun layihəsidir. Bu belə. Bir də var ki, referendumun keçirilməsi. Bu artıq həll etdiyi məsələlərdə, yəni referendumun təyin edilməsi, həll etdiyi məsələlərdə
63 səs çoxluqlu qərar məsələsidir. Bax, bu həmin o situasiyadır ki, Milli Məclis qərar qəbul edir ki, bütün əhali arasında referendum keçirilsin və yalnız bu zaman dövlət sərhədləri dəyişdirilə bilər. Belə, dövlətin ali məqsədi. Dövlətin ali məqsədi dedikdə burada iki əsas nüansa diqqət yetirin. Birincisi, hüquq və azadlıqla bağlı hər ikisi götürülür. İnsan və vətəndaş. Amma layiqli həyat səviyyəsi götürsək, yalnız vətəndaşları götürür. Yəni, insan və vətəndaşların hüquqları, azadlıqlarını qoruyuruq bir dövlət olaraq. Amma layiqli həyat səviyyəsini təmin etmək məsələsi yalnız Azərbaycan Respublikası vətəndaşlarına bağlı öhdəliyidir dövlətin. Ona görə də deyir ki, insan və vətəndaş hüquq və azadlıqlarının və Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Müsahibədə və testdə də düşə bilirdir ki, dövlətin ali məqsədi nədir? Bu formada cavab verəcəksiniz. Hansı ki, insan və vətəndaş hüquq və azadlıqları təbii ki, bizim tərəflər çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq olmalıdır. Yəni, heç bir zid tətbiqlər ola bilməz. Mülkiyyət. Baxın, mülkiyyət maddəsi mülkiyyət hüququ maddəsi ilə bənzərdir. Amma diqqətli olun, mülkiyyət maddəsində mülkiyyət hüququ daha çox mülkiyyətin, belə deyək də, şəxsi əmlakdan söhbət gedir orada. Mülkiyyətlə bağlı məsuliyyətlər, məhrum etmədən, yəni bu şeylərdən bəhs edir. Mülkiyyət maddəsi isə sırf mülkiyyətin formalarından, mülkiyyətdə nə əleyhinə istifadə oluna bilməz, mülkiyyətin növlərindən, mülkiyyətin toxunulmazlığından, kim tərəfindən müdafiə olmasına bəhs olunur. Maddə 13, yəni mülkiyyət maddəsində deyilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Bəli. Və kim tərəfindən müdafiə olunurdu? Dövlət tərəfindən müdafiə olunurdu. Qeyd edilir ki, uşaqlar haşiyə çıxıb. Məsələn, dövlət tərəfindən dövlət müdafiə edir, dövlət təmin edir. Təbii ki, bunlarla bağlı konspektlər mövcuddur. Lakin belə deyək ki, konspektləşdirilmiş vəsaitlər tələbələr üçün nəzərdə tutulub. Əgər anlaşılmazlıq, çətinlik çəkərsinizsə, yəni dövlət nəyi təmin edir, dövlət nəyi müdafiə edir. Bu kimi suallar yaranarsa, zəruri tədbirlər hansı məsələlərlə görürdü dövlət? Bunları belə deyək də, qəbul eləməkdə çətinlik çəkirsinizsə, yadda saxlamaqda çətinlik çəkirsə, əlaqə dövrələrinizdə hər hansısa birinə yazaraq bildirir ki, bizə məsələn bu konspekt lazımdır, həmin öyrənməkdə çətinlik çəkirəm. O zaman sizə köməklik də göstərərik. Belə. Deməli, mülkiyyət dövlət mülkiyyəti növündə olurdu. Birinci əsas mülkiyyət növü, ikinci xüsusi və üçüncü bələdiyyə mülkiyyətidir. Təcrübəmizdə də görürük, məsələn, dövlət mülkiyyəti, dövlət hansısa bir qurumlarının ərazisi olsun, məsələn, başqa bir yollar olsun və yaxud da ki, başqa-başqa dövlət əhəmiyyətli hansısa bir binaların və yaxud da ərazilərdir, bunlar dövlət mülkiyyəti hesab olunur. Xüsusi mülkiyyət isə sizin özünüzə məxsus olan mülkiyyətdir. Məsələn, mülkiyyət xüsusi olaraq bölsək, əgər daşınar və daşınmaz mülkiyyətə bölünür, daşınmaz əmlaka bölünür, yəni xüsusi mülkiyyətdə. Bu, məsələn, daşınmaz əmlakda, məsələn, bağdır, evdir, torpaq sahələridir, bunlardan bəhs olunur, amma daşınan əmlakda isə nəqliyyat vasitələri və s. nəzərdə tutulur. Bir də var bələdiyyə mülkiyyəti. Məsələn, hər hansı bir bələdiyyənin öhdəliyində olan mülkiyyətdir. Məsələn, bələdiyyə olaraq da bir hissəsi ayrılıb vətəndaşlar üçün də ayrıla bilər. İnsanların ümumi istifadəsi üçün həmin mülkiyyətdən bir hissə ayrıla bilər. Bunlar da yəni dövlət tərəfindən bələdiyyələr üçün ayrılmış ərazilərdir. Belə, təbii ehtiyatlar. Bir də təbii ehtiyatları keçməmişdən öncə mülkiyyətdən nə əleyhinə istifadə edilə bilməz. Burada insan və vətəndaş hüquqları və azadlıqları əleyhinə, bir də cəmiyyətin və dövlətin mənafeləri əleyhinə və şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Təbii ehtiyatlar burada baxın mənsubluq hissəsi növbəti olaraq. Təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. Ancaq hər hansısa bir istisna var. İstisnası da ondan ibarətdir ki, fiziki və ya hüquqi şəxsə hüquq və mənafelərlə, baxın, azadlıq deyil, hüquq və mənafelərlə xələl gətirməklə Azərbaycan Respublikasına mənsubdur. Yəni ki, hər hansı bir şəxsin öz həyətyan sahəsində neft quyusu
belə deyək də, neft quyusu aşkarlanır və orada ərazidə quyu, belə deyək də, yataq kimi hazırlanmalıdır. Belə hesablayaq ki, məsələn, təbii ehtiyat respublikaya məxsusdur. O dövlətin mülkiyyətindədir və bu da məsələn orada faktiki olaraq hansısa bir şəxs yaşayır axı. Ona görə də onun maraqlarıdır, mənafeləridir, hüquqlarıdır təmin olunmalıdır. Yəni birbaşa olaraq həmin şəxsi o evdən kənarlaşdırmır dövlət. Təmin edir onu, mənafələrini, hüquqlarını təmin edir və təbii ki, təbii ehtiyatlar həmin dövlətə məsul olur. Məsələn, müəyyən bir ərazilər var, görürsünüz həyətlərdə, həyət yanı sahə belə xüsusi bir hissə olaraq ayrılıb. Bax, görürsünüz orada məsələn qurğular, quyular var da. Oradan həmin şəxsi keçmək istəyən köçür gedir, keçmək istəmirlər də, yəni məcburi şəkildə uzaqlaşdırmırlar. Onların hüquqları da qorunur və mənafələri də qorunur. Bu belə. Keçək iqtisadi inkişaf və dövlət maddəsinə. İqtisadiyyatın inkişafı nəyə əsaslanır? Müxtəlif mülkiyyət növlərinə əsaslanır və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Sual verirlər, bəzən deyirlər ki, iqtisadiyyatın inkişafı nəyə xidmət edir? Təbii ki, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Yaxşı, Azərbaycan dövləti nəyə şərait yaradırdı? Bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradırdı. Yaxşı, nəyə təminat verirdi? Azad sahibkarlığa təminat verirdi. Yaxşı, nəyə yol vermirdi? İnhisarçılığa və haqsız rəqabətə. İnhisarçılıqla bağlı iqtisadiyyatda belə bir bölmə də var idi. Təbii ki, prezident yanında keçdi o həmin xidmət. İqtisadiyyat Nazirliyi tabeliyində anti-inhisar xidməti var idi. Sırf inhisarçılığa və haqsız rəqabətə xidmət edən bir qurum idi. Sosial inkişaf və dövlət maddəsi isə Azərbaycan dövləti və hər bir vətəndaşın, dövlətin və öhdəliklər gedir söhbət, xalqın və hər bir vətəndaşın rifahı yüksəldilməsi və onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalırdı. Baxın, layiqli həyat səviyyəsi qayğısına qalırdı. Məsələn, vətəndaşların layiqli həyat səviyyəsi təmin edirdi, dövlətin ali məqsədində idi. Amma burada sosial inkişaf və dövlətdə isə xalqın və hər bir vətəndaşın rifahı yüksəldilməsi idi, sosial müdafiəsi idi və layiqli həyat səviyyəsi qayğısına qalırdı. Burada bəzən oxşar maddələr, müddəalar olur, diqqət yetirin. Azərbaycan dövləti nəyə yardım göstərirdi? Mədəniyyət sahəsində mədəniyyəti, təhsil idi, səhiyyə idi, elmdi, incəsənətli, bunların inkişafına yardım göstərir. Və nələri qoruyurdu? Ölkənin təbiətini, xalqın tarixini və maddi və mənəvi irsini qoruyurdu. Gələk ailə, uşaq və dövlət. Belə deyək də, Dövlət İmtahan Mərkəzinin çox müraciət elədiyi bir maddədir. Bunu bəzən əmək hüquqlular, bəzən digər maddələrlə qarışdırırlar. Xüsusən də bu 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər müddəasıdır. Cəmiyyətin əsas özəyi ailədir və ailə dövlətin xüsusi himayəsindədir. Yaxşı, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək ailə, uşaq və dövlətdə valideynlərin borcu formasındadır. Bunu nikah hüququ maddəsi ilə qarışdırmayın. Burada valideynlərin borcu formasındadır. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək. Bəs borcun yerinə yetirilməsi kim nəzarət edirdi? Dövlət. Valideynləri ya da ki, qayyumları olmayan uşaqlardır. Ya da ki, valideyn qayğısına məhrumdurlar, yəni qayğıdan məhrumdurlar. Həmin o uşaqlar kimin himayəsində olurdu? Təbii ki, dövlətin himayəsində olurdu. Yaxşı, uşaqları hansı fəaliyyətə cəlb etmək qadağandır? Təbii ki, həyatına, sağlamlığına, həyat sağlamlıq təbii ki, deyir ki, okey. Yaxşı, mənəviyyatı, təbii ki, mənəviyyatına da təhlükə törətmək, törədə biləcək hər hansı bir fəaliyyətə cəlb etmək qadağan hesab olunur. Hansı uşaqlar işə götürülə bilməzlər? 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməz. Bəzi cümlədə atırlar valideyn icazəsi ilə falan. Yanlışdır. Bir qayda olaraq 15 yaşına çatmışsa uşaq heç bir halda işə götürülə bilməzdir. Bəs uşaq hüquqları həyata keçirməsinə nəzarəti kim edirdi? Dövlət. Yəni, eyni zamanda, belə deyək də, uşağın qayğısına qalmaq, tərbiyə eləməyə də dövlət nəzarət edir. Yəni, valideyn uşağın qayğısına qalmalıdır, tərbiyə eləməlidir. Bu, onun borcudur. Buna da nəzarət edir dövlət. Həmçinin də bu hüquqların həyata keçirməsinə dövlət nəzarət edirdi.
Ə, Dil və dövlət maddəsi bəzən vicdan əsaslı başqa-başqa maddələrlə qarışdırırlar. Burada da diqqətli olun. Bir təhsil hüququ maddəsi ilə qarışdırırlar. Burada da xüsusilə diqqət yetirin. Təbii ki, biz demokratik bir respublika olduğumuza görə dil dövlətdən ayrıdır. Ə, Belə deyək də, əgər desəz ki, məsələn, Azərbaycan Respublikası Prezidenti Konstitusiya və Qurani-Kərimə əl basaraq niyə and için deyərik ki, hə, biz Konstitusiya bizdə ən yüksək hüquq qüvvəyə malikdir. Yəni, belə deyək də, əsasdır. Qanunvericimizin köküdür də, əsasıdır. Onu bildik. O aydın məsələ. Bəs Qurani-Kərim deyəcək ki, belə deyək də, biz 90%-dən çoxu demək olar ki, İslam dinində inanırıq və müsəlmanıq. Ona görə də prezident, bu bizim mənəvi dəyərimizdir. İdarəetmə formamızda heç bir aidiyyəti yoxdur. Yəni, idarəetmə formamız, belə deyək, İran İslam Respublikası kimi dini bir dövlət deyilik. Demokratik dövlət. Amma bizim mənəviyyatımıza dəyər verdiyinə görə, hörmət etdiyinə görə prezident həmçinin də bizim mənəvi dəyərlərimizə əsaslanaraq Qurani-Kərimədə əl basaraq and içir. Bu belə. Bu həm müsahibə sualıdır, həm də burada belə deyək, aydınlıq olsun sizin üçün. Demək belə, bütün dini etiqadlar təbii ki, qanun qarşısında bərabərdir. Yəni ki, istər İslam dini olsun, istər Hristiyan olsun, istər başqa-başqa dinlər olsun. Bunlar hamısı və yaxud da ki, heç bir dinə istəyiş etmirsinizsə, heç bir dinə qulluq etmirsinizsə və yaxud da ki, başqa, məsələn, bütpərəstliklə məşğulsunuzsa, bununla bağlı heç bir məhdudiyyət yoxdur. Yəni, biz nəyiksə, İslam dininə qulluq edən şəxslər, onlar da dövlət qarşısında eynidirlər. Qanun qarşısında eynidirlər. Yəni, onları hər hansısa bir əsasla məhdudlaşdıra bilmərik. Məsələn, sinagoglardır, kilsələr də bizdə kifayət qədərdir və fəaliyyət göstərirlər. Bu, dövlətin suverenliyi ilə əsas olan bir şeydir. Ona görə də deyir ki, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Amma hansı dinlər qadağandır desə, birincisi, insan ləyaqətli alçaldır. İkincisi, insanpərvərlik prinsiplərlə zidd olan dinlər və yaxud da ki, hər hansısa bir dini cərəyan, yəni dinin hər hansısa bir cərəyanı. Bu dini cərəyanı yayılmasıdır, təbliğidir, bunlar qadağandır. Dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır. Bəzən bunu təhsil hüququ maddəsini qarşılayır. Xeyr, bu dil və dövlət maddəsində öz əksini tapan müddəadır. Pul vahidi manatdır. Pul vahidi ilə bağlı əsas qeyd olunacaqları izah edəcəm. Deməli, pul nişanlarının tədavülə buraxılmasıdır, uşaqlar, və tədavüldən çıxarılmasıdır. Bu hüquq yalnız Mərkəzi Banka məsuldur. Baxın, məsulluq hissəsi növbəti buradadır. Və Azərbaycan Respublikası Mərkəzi Bankı dövlətin müstəsna mülkiyyətində olduğunu da xüsusilə qeyd ediblər. Yəni, belə deyək də, idarəetmə formasında olur olsun, dəyişsə belə, Mərkəzi Bank öz yerində qalacaq. Yəni, bank hər hansı bir idarəetmə formasına tabe deyil. Bunu bir qayda olaraq yadınızda saxlayın. Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidi istifadə oluna bilərmi? Bəli, istifadə edə bilərsiniz. Məsələn, bəzən olur, telefon kamerasına salıb, bəzən istifadə edirdilər. Müxtəlif formalarda istifadə edirdi, aksesuardır, hansısa bir formada istifadə edə bilərsiniz. Lakin istisna bir hal var, o da ödəniş vasitəsidir. Ödəniş vasitəsi kimi xarici bir valyutadan istifadə edə bilməzsiniz. Yaxşı, dövlət borcları ilə bağlı, məsələn, dövlətə qarşı qiyam olsun, dövlət çevrilişi olsun, yəni bunlara kömək məqsədlə alınan hər hansı borc vəsait, borclar Azərbaycan Respublikası tərəfindən, baxın, Azərbaycan Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə bilməz və ödənilə bilməz. Yəni, dövlətə qarşı təbii ki, qiyam üçün, çevriliş üçün hər hansı bir borc alıbsa, bunu niyə Azərbaycan Respublikası ödəsin ki, niyə öhdəlik kimi qəbul edəsin ki?
Dövlət dili. Dövlət dilimiz Azərbaycan Respublikası dövlət dili Azərbaycan dilidir və dilin inkişafını təmin edir Azərbaycan Respublikası. Və bundan əlavə olaraq da öz dilini deyil sadəcə. Bundan əlavə başqa dillər var ki, məsələn etnik qruplardır, hər hansı bir məsələn dövlət dünya səviyyəli dillər var, məsələn rus dili, ingilis dili, başqa dillər var. Bunların da sərbəst işlədilməsini və inkişafını təmin edən Azərbaycan Respublikasıdır, dövlət deyil. Paytaxtımız Bakı şəhəridir. Konstitusiyamızın ən çətin maddəsi 22-ci maddə. Keçək 23-cü maddə dövlət rəmzləri. Dövlət rəmzləri, məsələn, bunu ifadə formasında çalışır ki, bayraq, qeyd, himn formasında ifadə etməyin. Cümlələri də belə deyək də təhrifə uğratmayın. Dövlət bayrağıdır, dövlət qeydidir və dövlət himnidir. Yəni Azərbaycan Respublikasının dövlət rəmzi, Azərbaycan Respublikasının dövlət bayrağı, Azərbaycan Respublikasının dövlət qeydi və Azərbaycan Respublikasının dövlət himnidir. Bu həm müsahibədə də sizə faydası olacaq, həm testdə də. Ola bilər yəni təhrif formasında verilsin cümlə. Çalışın ki, necə varsa o formada da əzbəriyyətdə saxlayın. Çünki savadlı cümlələr qurun. Çalışın ki, tutarlı cümlələr olsun, qeyri-peşəkar cümlələrdən istifadə etməyəsiniz. Azərbaycan Respublikasının dövlət bayrağı bərabər, baxın, bərabər 53 üfüqi zolaqdan ibarətdir. Baxın, bu formada. Yadınızda saxlayın ki, uşaqlar, yuxarı zolaq mavidir, göy deyil. Orta zolaq qırmızıdır, aşağı zolaqsa yaşıldır. Məsələn, desək ki, elinin uzunluğuna nisbəti 1-in 2-yə nisbətidir. Yəni, bu nisbətən daha uzun olmalıdır. Və məsələn, uzunluğu elin nisbəti də yerdəşmə formasındadır. Salmırlar, amma ola bilər ki, sadəcə diqqətli olun. Və desək ki, məsələn, bilək ki, qırmızı olan zolaqda ayparadır və 8 gülşəli ulduzumuzdur. Düzdür. Və 8 gülşəli ulduz uşaqlar bir tərəfdə əksini tapa bilməz. Yəni, hər iki tərəfdə öz əksini tapırdı. Biz məsələn dövlət rəmzlərində, dövlət bayrağı haqqında qanunda, qeybdə, himdə hərəsi ilə ayrı-ayrılıqda ətraflı formada tanış olacaq. Bunlar isə belə deyək ki, konstitusiyada ilk tanışlıqdır da, belə deyək, maddə olaraq. Bütün qanunlarda onun istinadıdır. Diqqətli olasınız ki, bəzən məsələn konstitusiyaya əsasən bir şeydə qeyd edir ki, məsələn konstitusiyaya əsasən filan bir cümlə yazırlar, amma baxırsan ki, həmin cümlə heç konstitusiyada deyil, bayraqla əlaqəli olsa belə, məsələn, məhkəmələr və hakimlər haqqında qanunda daha çox ziddiyyətdən istifadə edirlər artıq test mərhələsində. Ona görə də diqqətli olun. Bir qayda olaraq bir də yadınızda qalsın ki, Azərbaycan Respublikasının dövlət bayrağı, Azərbaycan Respublikasının dövlət fermi təsviridir. Azərbaycan Respublikasının dövlət himninin musiqi və mətni konstitusiya qanunu ilə müəyyən edilən məsələlərdən biridir. Hansı ki, bu elə birincidir, digərləri digər maddələri izah edəndə görəcəksiniz. Belə. Gəldik çatdıq ikinci bölməyə qədər, yəni hansı ki, əsas hüquqlar və azadlıqların vəzifələrdə bəhs olunur və üçüncü fəslimizdə əsas insan və vətəndaş hüquqları və azadlıqlarından. Bu video izah bura qədərdir. Növbəti video izah isə artıq əsas hüquq və azadlıqlardan olmaqla olacaq. Uzundur, onu da hissə olaraq sizi yormayacaq şəkildə video izah şəklində yerləşdirəcəm YouTube kanalımıza. Diqqətlə izləyin ki, hər birinizə faydalı olsun.